Evinizi gözəl və məşhur qablarla bəzəmək istəyirsiniz, o zaman Bakıda dünyaca məşhur Güral Porselen mağazasına mütləq baş çəkin. Dünyanın və Türkiyənin məşhur Güral Porselen qablarını artıq xəyal etməyəcəksiniz. Belə ki, paytaxtda dünyaca məşhur olan qabların satışı ilə məşğul olan ilk mağaza fəaliyyətə başlayıb. Güral Porselenden zövqünüzə və cibinizə uyğun qablar əldə edə bilərsiniz. Güral Porselen bugün dünyanın sayılı firmalarından biri. Azerbaycan'da olmaktan biz mutluyuz. Çünkü Türkiye'nin çok büyük bir firması burada olması, daha bir işin başlangıcındayız. Seçim sizindir. Evlərinizi məşhur və gözəl qablarla bəzəmək istəyirsinizsə, Güral Porselenə tələsin. Seçiminizdə yanılmazsınız. Bax belə ilə bu xəbərlərdə bugünkü və bu həftəki buraxılışımızı yekunlaşdırırıq. Mən sizinlə yenidən görüşəcəyəm, amma sabah həftə sonu var. Mütləq izləyin. Sağ olun, görüşmək ümidi ilə. Hələlik. Türkiyədə sayılıb seçilən şirkətlərdən biri olan Güral Porselen firması Azərbaycanda da öz nümayəndəliyini açıb. Qab-qacaq satışı ilə məşğul olan Güral Porselen Bakıda mağaza açaraq gözəl dizaynlı mallarını satışa çıxarıb. Azərbaycanda dünyanın tanınmış şirkətlərinin nümayəndəliklərinin açıldığı bir vaxtda Güral Porselen də bu şirkətlərdən oldu. Bu bir başlangıç. Biz izlemeye devam etsinler. Daha güzellerini göreceğiz. Türkiyənin məşhur qab-qacaq satışı ilə məşğul olan Güral Porselen Bakıda öz mağazasını açdı. Mağazada satışa çıxarılan mallar gözəlliyi, keyfiyyəti və sərfəli qiyməti ilə seçilir. Azərtürk firması, yəni bizim firma ilə Güral Porselenin iki firmanın işbirliyi sayəsində bu firma yaranıb. İnşallah biz də bu firmanı tanıtmağa çalışırıq. Açılışa qatılan qonaqlar da mağazadakı malların gözəl və keyfiyyətli olduğuna şəxsən əmin oldular. Çeşitli malları sizlərə təqdim edən Güral Porselen hər kəsi öz mağazalarına dəvət edir. Cehiz üçün gözəl dizaynlı malları xanımlar bu mağazadan əldə edə bilərlər. Hədiyyəlik, otel və restoranlar üçün də qabları bu mağazadan tapmaq mümkündür. Güral Porselen gələcəkdə də öz mağazalarının sayını artırmaq niyyətindədir.